Allah'ın selamı, rahmeti ve bereketi olsun her birinizin üzerine. Allah Teala ibadetlerimizi, itaatlerimizi âli derecede kabul eylesin. Hazreti İmam Hüseyin Aleyhisselam'dan inşallah növbəti bir hadis qeyd edəcəyik. Allah'ın izniyle ve o hadis hakkında inşallah danışacağız. Hazreti İmam Hüseyin Aleyhisselam buyurur ki: La tumariyanna haliman ve la safihan فإن الحليم يغليك والسفيح يؤذيك. İmam Hüseyin Aleyhisselam buyurur ki, ister halim insan olsun, ister de ki sefih insan olsun. Bu insanlarla mübahisə eləmə. Ne halim insanla, ne de sefih insanla mübahisə etmə. Çünkü halim insan senden uzaklaşacak. Sen mübahisə eləsən, halim insan senden uzaklaşacak. Səfih ise seni incidəcək. Səfih insanla, nadan insanla mübahisə eləsən, seni incidəcək. İmam Hüseyin Aleyhisselam burada əxlaq kitablarında da çox keçən mira, yani həqiqəti tapmaq üçün yox, ancaq qalib gəlmək üçün, qarşı tərəfi susturmaq məqsədi ilə olan mübahisədən gedir. Elə insanlar var ki, məsələ həqiqəti tapmaq deyil və yaxud da həqiqəti demək deyil, qarşı tərəfi susturmaqdır. Qarşı tərəfə qalib gəlməkdir mübahisə eləyərək. İmam Hüseyin Aleyhisselam bunu qadağan edir. Belə mübahisənin sonunda, çünki hər iki halda zərər görəcək insan. İmam Hüseyin Aleyhisselam buyurur ki, La tumariyanna. Bu söz mira sözündendir. Mira adi söhbətə deyilmir. Mənası budur ki, inatkar olara mübahisə edilən söhbət. Qarşı tərəfi məğlub etməyə çalışmaq, həqiqət üzə çıxarmaq yox ha. Məqsəd bu ola ki, qarşı tərəfi məğlub eləyəsən və yaxud da ancaq hədəfim ola ki, özünü haqlı çıxardasan, yəni ego təmin olunsun. İmam Hüseyin Aleyhisselam bu cür mübahisələrdən insanı çəkindirir. Fərqi yoxdur, qarşısındakı şəxs həlim şəxsdir. Elə həlim şəxsdir. Həlim şəxs kimə deyirlər? Səbirli ola, ağıllı ola, təmkinli ola, öz nəfsinə yiyə çıxa bilən insan ola. Deyir, belə insanlarla mübahisə eləmə, həlim də olsa, səfih də olsa mübahisə eləmə. Həlim olsa nə olacaq? Həlim insan səbirlidir, ağıllıdır. Belə insanlar mübahisəni sevməz. Sən onunla mübahisə eləsin, nə olacaq? O səndən uzaqlaşacaq. Həlim insanı dostluqda uduzacaqsan. Əlindən çıxacaq həlim insan. Gedən səndən olacaq. Baxma girən ki, səsini çıxarmır, amma səndən uzaqlaşacaq. Həlim də olsa, səbirli də olsa, hər dəqiqə başı onunla mübahisə eləyəsən, ondan irad tutasan, elə ilişəsən ona, nə olacaq? İtirəcəksən onu. Yaqlikə, yəni ondan uzaqlaşacaq. Bu sözün mənası budur ki, səndən soyuyacaq həmin adam. Əvvəlki kimi münasibətin olmayacaq. Səndən uzaqlaşacaq, səninlə ünsiyyəti azalacaq. Yəni, mənasız mübahisəyə görə bir dənə həlim insanı itirəcəksən. Deyir ki, səfih insanla da mübahisə eləmə. Səfih kimdir? Nadandır, düşüncəsizdir. Emosiyalarına, hisslərinə hakim olmayan insandır. Quran-ı Kərimdə belə şəxslərə ağlını düzgün işlətməyən şəxslər deyir Quran-ı Kərim. Belə insanlarla mübahisə eləsin, nə olacaq? Yu'zikə, səni incidəcək. Onlarla mübahisə eləsin, səni incidəcək. Çünki nadan insan məntiqə yox, təhqirə, kobudluğa, emosiya yaratır. Sən onunla mübahisə eləmə. Çünki belə mübahisənin qalibi olmayacaq. Çünki sən mübahisə edirsən, özünü haqq çıxardasan, qarşındakı həlim insandırsa,
sən o incidəcəksən, səndən uzaqlaşacaq. Qarşındakı axmaq adamdırsa, nadan adamdırsa, o sənə incidəcək. Və hər ikisində də sən zərərə uğrayacaqsan. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki, Furqan suresinin 63. ayetinde buyurur ki, وَاِذَا خَاتَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا. Müminler hakkında buyurur ki, Rahman'ın bendeleri hakkında Allah Teala buyurur ki, öz bendeleri hakkında cahiller həmin şəxslərə, müminlərə söz atanda onlar salam deyər, mübahisəyə girmədən keçərlər. Yol gedir, müminlərə kimsə, cahillər söz atır. Müminin vəzifəsində mümindir, salam aleykum deyir, salam verir, keçir. Onlara yəni öz dilimizə deyəcək, baş qoşmur. Yəni mümin adam ümumiyyətlə bu cür mira eləməz, yəni özün haqlı çıxarmaqdır. Və xüsusilə də mübahisə eləməz, xüsusilə də müminlərlə. Xüsusilə, yəni burada müzakirəyə açıqdır söhbətlər. Həqiqət axtarışındasansa, sən mübahisə, müzakirə edə bilərsən. Amma bura nəfsü qatmayasan gərək. İdfa' billati hiye ahsan. Pisliyi en güzel davranışlar dəf elə. Sənə biri söz atır, sən bir də salam deyirsən, keçirsən. Belə bir kəlam var ki, mən kəsura mirauhu ləm yaxlu minəl yəsəm. Çox mübahisə edən insan günahdan uzaq qala bilməz. Çox mübahisə edən insan, dönümlərdə bir hədis qeyd elədikdə, çox danışan xəta edəcək, səhv edəcək ya da çox danışır. Mübahisə edən də günaha düçar olacaq. Başqa bir hədis var. Allah Resulü buyurur, Allah'ın salamı olsun ona ve pak ehl-i beytine. Ra'sul aqli ba'del imani billahi mudaratun nasi fi gayri terkil hak. Peygamberimiz buyurur ki, Allah'a imandan sonra ağlın en mühüm nişanəsi, hətta ağlın belə deyək, əsası hakkı terk etmeden insanlarla güzel rəftar etməkdir. Onlarla keçinməkdir. Onlarla düzgün rəftar eləməkdir. Amma hakkı terk eləmədən. Elə insanlar var ki, insanlarla keçinmək üçün hakkı qurban verirlər. Hakkı qurban verirlər ki, insanlarla keçinim. Onlarla aram yaxşı olsun, heç kimi incitmeyeyim. Amma hədisdə də var ki, Allah'ın razılığı bir çox insanların narazılığından keçir. Amma ortada hakkın tapdalanması yoxdursa, ağlın en böyük nişanəsi budur ki, insan neynəsin? İnsanlarla keçinsin, insanlarla gözəl rəftar eləsin. Amma mübahisə eləyə, hər adamla, hər insanlar var da xüsusiyyəti də budur. Hələ hər şeydə mübahisə eləyir. Hər şeydə nəsə bir şey tapır. Elə heç kimlə də razılaşmır. İmam Hüseyin Aleyhisselam deyir ki, bu cür olma. Çünki belə olan halda özünü haqlı çıxarmağa çalışanda işin içərisində qəzəb qarışacaq. Qəzəb qarışanda artıq məntiqin doğru işləməyəcək. Məntiqin düşünmə mərkəzin zəifləyəcək. Həqiqət qəbul olunmayacaq. Yalnız öz egovu doydurmağa çalışacaqsan. Belə ondan da haqq bir kənarda qalacaq. İnsan özü üçün çalışacaq. İmam Hüseyin Aleyhisselam Kərbəlasında nə elədi? Düşmənlə saatlarla mübahisə eləmədi. Heç dostlarla da saatlarla mübahisə eləmədi. İmam Hüseyin Aleyhisselam Kərbəlaya yola düşəndə Mədinədən hələ xaric olanda, Məhəmməd Hənəfiyyə gəldi dedi, qardaşı Məhəmməd Hənəfiyyə gəldi dedi ki, qardaş getmə. İmam Hüseyin Aleyhisselam durub ona çoxlu şeylər danışmadı. Məhəmməd Hənəfiyyə 2 dəfə görüşdü. Bir dəfə dedi ki, qardaş getmə, getsən nə bilim falan yerə, Yəmənə get, falan yerə get. İmam Hüseyin Aleyhisselam deyir ki, düşünərəm. Biraz keçəndən sonra Məhəmməd Hənəfiyyə xəbər tutur ki, İmam Hüseyin Aleyhisselam axırı tərk edir Mədinəni.
İmam Hüseyin Aleyhisselam'a yetişir, dedim, deyir ki, bəs danışmışdıq, dedim, axı getmə. İmam Hüseyin Aleyhisselam çox dəlil gətirə bilər. Amma bir dənə deyir ki, yuxumda Peyğəmbəri görmüşəm. Peyğəmbər mənə dedi ki, Allah səni qətl olunmuş görmək istəyir, şəhid görmək istəyir. Bu balaları da ki, ailəvi də əsir görmək istəyir. Bir də bunu dedi, kifayətləndi. İmam Hüseyin Aleyhisselam durub onlara böyük bir mübahisə eləmə. Çünki məsələn Kərbəlanın özündə durub saatlarla dəlil gətirsin, sübut gətirsin, yox. Hələ bir adam hələ diqqət eləməlidir ki, Həzrət Əli Aleyhisselamdan bir söz var ki, deyir ki, əgər dostu tanımaq istəyirsənsə, daha doğrusu haqqı tanımaq istəyirsənsə, düşmənin oxunun istiqamətinə bax. Düşmənin oxunun istiqaməti haradırsa, demək düşmən haqqı nişan alıb, haqq da oradadır. İmam Hüseyin Aleyhisselam qarşı tərəfin inatkarlığını görürdü. Məsəl üçün, İmam Hüseyin Aleyhisselam danışmağa başlayırdı, qarşı tərəfdən Allah lənət eləsin, şişimir, nə edirdi? Göstəriş verirdi ki, səs salın, haykü salın, İmam Hüseyin Aleyhisselamın neynəsin? Səsin eşitməsinlər. Peyğəmbərimiz Allahın salamı olsun ona və Pak Əhl-i Beytinə evində süfrə açmışdı, qohumlarına dəvət edirdi İslam'a. Əmisi aləmi qalxdı bir kira. Səsküy saldı, nə bilim, belə oldu, bir dəfə ləğv olundu Peyğəmbərin söhbəti. İkincidə yenə ləğv olundu. Durub Peyğəmbər, məsəl üçün, çox üstlərinə getmədi ki, yox, məni dinləyim, mən söz deməliyəm. Söz demək üçün təzədən başqa bir məclis qurdu. Üçüncüdə axırı deyə bildi. Çünki burada məqsəd haqqı deməkdir, haqqın qalib gəlməsidir, haqqı sözü çatdırmaqdır. Mənim özümün qalib gəlməsi deyil. Ona görə İmam Hüseyin Aleyhisselam buyurur ki, mənasız mübahisələrdən çəkinin. Özünüzü haqlı çıxarmağa çalışmayın. Quranda da buyurur, özünüzü təmiz çıxarmağa çalışmayın. Allah kimin daha təqvalı olduğunu daha yaxşı bilir. Ona görə də hər mübahisəyə girmək lazım deyil. Hər sözü demək lazım deyil. Bəzən susmaq elə qalib gəlməkdir. Bəzən geri çəkilmək elə qalib gəlməkdir. Bəzən ayrılıb dala çəkilmək ən doğru qərardır. Ona görə də insan, mömin ağlının istifadə eləməli, diqqətli olmalı, danışığına, sözünə, hərəkətinə diqqət eləməlidir ki, sonradan peşman olmasın.